Deməli yoldaşlar, 3-cü bölməyə gəldiniz, çatdınız. Təbrik edirəm sizi. Bu möhtəşəm bir şeydir. Yəni siz artıq 30%-nə gəlib çatmısınız A0 səviyyəsinin. Burada artıq biz yenə sözləri, baxacağıq sözləri, təkrarlayacağıq. Ümumiyyətlə A0 səviyyəsi elədir ki, biraz söz bazamız genişlənməlidir ki, biz A1-də artıq başlayacağıq yavaş-yavaş cümlələr qurmağa, artıq mövzular öyrənməyə başlayacağıq. Ona görə A0 səviyyəsinin yaxşı-yaxşı, A0 səviyyəsinin modullarını yaxşı-yaxşı keçməliyik. Burada sözlər var, olduğu kimi əvvəlki modullarda və aşağıda bəzi şeylər var. Cümlələr var. Hansı ki, bax, bu qələmdir, bu itdir, bu masadır, o tələbədir, məsələn, o qızdır, o oğlandır deyə özünüz üçün praktik eləyin çoxlu şəkildə. Harda görsəz, bir də bir şey də deyim, məsələn, bura kimi elə yalandan imtahanları keçib sürətli gəlmisinizsə, qətiyyən olmaz. Yəni, bu yüklənəcəksiniz, sabahsı gün artıq yorulacaqsınız, eləmək istəməyəcəksiniz. Bir modulu öyrənin və biraz istirahət eləyin. Həmin modul haqqında gün ərzində fikirləşin. Burada məsələn, bu qələmdir var. Hardasa qələm görəndə deyin ki, bu qələmdir, onu ingiliscə deməyə çalışın ki, it's a pen, it's a chair, it's a table, it's a teacher, and etc. Bax, bunları mütləq şəkildə gün ərzində beyninizdə dolaşdırın ki, bunlar otursun. Yalandan hamısını sürətli keçib getsəz, bir müddət sonra yadınızdan çıxmağa başlayacaq. Aşağıda yenə dinləmə hissəsi sizi qarşılayacaq və növbəti bölümə keçə biləcəksiniz. Növbəti bölümdə görüşərik. Hələlik özünüzə yaxşı baxın.